Ümumiyyətlə öz gündəlik belə deyək hərəkətlərimizə nə qədər fikir verə bilir və önəmsəyirik. Yəni belə deyək də sırf etdiyimiz gündəlik təkrarlanan hərəkətlərə. Çünki bunlara fikir vermədikdə bunlar avtomatikləşir və nə qədər də hər şeyin yaxşı olduğunu başa düşüb fərqinə varmasaq da, yəni fərqinə varmaq dedikdə bunun avtomatik baş verdiyini anlamadıqca bu belə davam edir və hər şey avtomatik baş verir. Yəni biz əslində orada olmuruq. Biz hansısa bir proqramın içində oluruq. Hər şey artıq səhər tezdən yuxudan duranda yazılıb. Dünənkilərin təkrarları baş verəcək. Maksimum halda bugün hansısa yeməklərimiz dəyişə biləcək, ola bilər dostumuzla harasa gedək ki, çox vaxt bu da 90% hallarda eyni kafelər, eyni restoranlar, eyni vizual, görüntülü yerlər olur. Bunları dəyişmək lazımdır. Beyin avtomat rejimdən çıxsın deyənə mən sırf səhər tezdən bunu artıq dəyişməyə çalışıram və başlayıram. Misal üçün yuxudan ayılan kimi səhər tezdən 05:00-da, 05:30-da maksimum halda oyananda duran kimi əl-üzümü yumağa VC-yə yox, belə deyək də, gedirəm su içməyə. Yəni su içirəm, sabahsı gün tamam başqa bir otağa gedib girirəm, nə bilim, misal üçün köynəyimi oradan götürürəm. Yəni proqramı çalışıb hər dəfə dəyişirəm və bu mənə kömək edir ki, mən avtomat rejimdən özümü çıxarda bilim. Yoxsa digər halda dostlar, biz orada olmuruq. Orada digər kimsə öz-özünə nələrsə eləyir. Amma bu biz olmuruq. Fikir verməliyik, diqqət eləməliyik, gündəlik gördüyümüz hərəkətləri, təkrarlanan hərəkətləri maksimum dərəcədə dəyişdirməyə və daha yaxşı istiqamətləndirməyə, yönləndirməyə doğru. Belə dostlar, günümüz aktiv olsun, sağlam və aktiv olaq. Sağ olun.